Bismillahirrahmanirrahim. O gündəki adı Aşura oldu tarixdə. Əlbəttə Aşura var idi, Tasu'a var idi. Vəli o gün o hadisədən ki ittifaq düşdü, o hadisədən bu yana tədayimanilər varid oldu bu kəlmənin içinə. Bu kəlmə təkrar olanda nə fəqət aləmi təşəyyürdə, bəlkə tamam aləmi İslamda bu kəlmə dolu idi. İnsanların narahatlıqlarından rəncilər ki çəkmişdilər və necə haqq piruz oldu, necə iki səffi bin qabağında dayandı, nə oldu, bu gün geçdi. Əşxası ki səthi baxırlar bu dünyaya, əşxası ki insanların diriliklərində əmiq baxmırlar, fəqət zahir görürlər, fəqət surət görürlər, vəli bilmirlər bunların içində sabit hangisidir, mütəğəyyir hangisidir. O ki qalır, o ki gedir. Bunlar nə mənədir? Getdi, o günün Aşura be ünvanı Aşura getdi. O gün iki tərəfdən bir iddə yıxıldılar torpaqlara. Bunların qanları töküldü. O gündə cinə bugün Xurşid işin görmüşdü. Və həm o 72 nəfərə işıqlandı və həm o 40 min nəfərə. Bunların hamısı bir dana əx kimin, bir dana çay kimin getdilər bu həvadis. Zahirdə fiziki numudları getdi. Amma həqiqət qaldı. Amma sabitlər qaldı yerində. Sabitlər möhkəmləşdi. Onlar ki getməli idi, getdilər. Allah Teala Qur'anda buyurur ki: "Ənzələ minəs-səmai ma'an fəsalət uqdiyətun biqədəriha فاحتمل السیل زبدا رابیا و مما یوقدون علیه ابتغاء حلیة فی النار ابتغاء حلیة او متاع زبد مثله کذلک یضرب الله الحق والباطل اما الزبد فیذهب جفاء و اما ما ینفع الناس فیمکث فی الارض کذلک یضرب الله الامثال." آیه şərifənin mənası budur ki, İstir Allah misal versin. Qur'anda Allah'ın təlim və tərbiyyətləri misaldan çox mətrəh edib misalları. Diqqət edin bu misala ki, Allah Teala göydən su yolladı, yağışlar gəldi. Bunlar dərələrdə ki, bu cür mövcunla və zərbə ilə gedirdilər, kəf çıxartdılar üzlərində. Və həmçinin baxın ora ki, filizləri, qiymətli filizləri əridisiz ki, oradan özünüzə zinət çıxadasınız, ya ayrı bir mətab, o da kəf gətirir. Bəli, kəflər getməlidir. Əmməz-zəbəd fəyəzhəbu cüfəən. Kəflər gedər. O ki xəlqə sudməndidir, o ki xəlqə faydası var, bunlar qalmalıdır. Amil mühərrik tarixdə ki, bu tarixin təhrik edən amil nə mənədir? Əsr o zirbinayı tarix nə mənədir? 18-19 nəzəriyyə var fəlsəfələrdə ki, kaş o mütəfəkkirlər bu qəziyyədə nəzərdə tuturlar ki, İslamda və Qur'anda iki amil mühərrik nəzərdə tutulub. Bir insanın özüdür, bir də o həqiqətlərdir ki, insana faydası var, müfiddir. Yəni, iki ünsuru var, amili mühərrik tarixi hərəkət verən iki ünsuru var. Bir ünsuru naagahdır, bir ünsuru در həqiqət ki motordur, motor tarixdir. O hər həqiqətdir ki insanlara müfid olur. Bir də ranəndə tarix. Ranəndə bu motor o ibarət insan özündən. İnna Allah la yuğayyiru ma biqawmin hatta yuğayyiru ma bi'anfusihim. Allah təbarək və Teala heç qovmə təğyir varid eləməz məgər ki, onlar özləri istəyərlər. Onlar özləri təğyirat varid eləyərlər. Bu iki ünsur amil mühərrik
tarixdir. Bunda inşallah diqqət olunsun, bunda bəhslər olsun, bunda yazılar yazaq, çox təhqiq eləyək. İndiyəcəm o məsələ mətrəf olmamışdır. Mənzurum buradadır. O gün geçdi, bir də yıxıldıra yerə. O gün işıqlandı, batdı, getdi. Onun dasıcanda günlər geçdi, aylar geçdi, illər geçdi, qərnlər geçdi. Amma onlar ki, sabitlə qaldılar. Və əgər bir adam xiyal eləyə hər zat gedir, da heç zat sabit deyil, bu adam nə elmidən bunların ittilayı var, nə fəlsəfədən ittilaları var, nə məzhəbdən. Çünki bizim məlumatımız, müxtəlif məlumatımız elmi, fəlsəfi, məzhəbi, bunlar hamısı, bunların zibinasında sabitlər var, əsli sabitlər var. Bu cərəyan-ı Aşura neçə dənə sabiti ispat edir. Bax, bunlar qalmalıdır. Və bunları tərpətmə olmaz. Bunlara hərəkət vermə olmaz. Əgər ki, qarnilər geçər və Mevlevinin şerinde görürük ki, Celaleddin Mevlevi deyir ki, qarnها بگذشت. این قرن نوی است. qarnlər geçdi. Bu bir taza qarnidir. Mah 10 mah است. Ay همون aydır ki, düşüb o ərxin üstünə, suyun üstünə, آب اون آب نیست. عدل اون عدل است و فضل اون فضل هم، لیک مستبدل شد این قرن و قرنها بر قرنها رفت ای همام، و معانی برقرار و بر دوام شد مبدل آب اینجو چند بار، عکس ماه و عکس اختر برقرار. Geçenler geçir, veli qalanlar qalır. O qalanlar həmun usuldur ki, diriliğə məna verir, diriliğə ərziş verir. Bunlar qalmalıdır. Və dastan Kərbəlada və bu qanlı qiyamda bunu biz gördük ki, tamam məbnay usul insanidir, ədalətdir, azadi məsulanədir, nə azadi bibəndübar. Bunu da ben burada arz edeyim için ders okuruk der hakikat. Bunu bugün Hüseyin azadlıktan ki difa ederdi. Hatta nəzərinizdə olsa, vakti geldi Hürr ibn Yazid Riyahinin baş üstə da ona bundan artıq bir təmcid tapanmadı ki, dedi əntə hurrun kəma səmmətkə ummuk. Sən azad mədsən. Həmun cür ki, o cür ki, anan sənə ad qoyub. Siz diqqət edin. Yəni laf بالاترین، laf böyük, laf با əhəmiyyətlərin fədakarlıq ki, hürr elədi, onun caizəsi buyurdu. Ona nişan və əlamət ki, verdi, buyurdu, sən azadsan, azad mərdsən. Pəs məlum olur ki, burada o sabitlərdən ki, qalmalı oldu və onu isbatlər ki, bu gəhqala, Hüseyin isbatləri gəhqala azadidir, vəli azadiyə məsulanə. Burada məcburuq ki, bu iki məsələni ikisi birbirinden ayıraq. Azadi, yəni bəndübar olmasın. Bi qeyd, bi şərt, bi əsl. Bu dirilikdə. Bu dirilik şayət çox mühimtər heyvanatda var. Siz bunu azadi bilmirsiniz. Azadi insanlar bunu azadlıq bilmir. Azadlıq ibarətdir bundan ki, hər iş ki insan görür, ya hər zatdan kəri istir, əməl eləməsin, o tərk eləsin, şəxsiyyət nazir olsun o işə. Onun iki qutb ve müsbət və mənfisini dolandıra bilsin şəxsiyyət. Yəni şəxsiyyət bir dənə misli yapraq ki, xəzan mövqeində, payız mövqeində bir yel vurur bu yana, bir yel vurur o yana, öcür olmasın. Azadiyə şəxsiyyət laf yuxarıraq dərəcələrdən ki, bir dənə şəxsiyyət yetişə bilər. Deyir, mən azadam. Azad deyilsən. O ki bir adam ki iddia edir mən azadlığa yetişmişəm və məqsulu budur ki o zənciri qərizə çəkir o yana, bu zənciri qərizə çəkir o yana. Bu harası azaddır? Palandır bu. Allah sənə padaş versin, bunu layır olun. Qoşturiyəm lağər o həm poşturiş, dalım yaradır. Bu ixtiyardan ki, ixtiyar rəy palandır. Ki bir kişmişlə qızışa, bir qoru ilə də soyuqluq ola. Bir dənə müxtəsər əngizə bir illət çəkə bu yana, bir illət çəkə o yana, bir qıram çəkə bu yana, bir qıram çəkə o yana, bir dənə şəhvət çəkə bu yana, bir dənə şəhvət çəkə o yana. Bu harası ixtiyardır? Odur ki,
o azadlıq insanlara nəcat verəcək ki, o azadi məsulanə olsun. O azadlıq ki, məntiq, usul məntiqi insanın işığında yol geçsin. Və illa mən hər iş görə biləm, eləyə biləm, iş görəm. Və liza biz bu işgali Epikora eləmişik ki, o Epikor ba in ki, deyir ki, hədəfi dirilik ibarəti ləzzətdən, hər quna vəsilə-i ləzzət qabağa gəldi, insan ləzzətli işba eləsin. Ağa o yan tərəfdən nə deyir, mən azadlıqdan difa edirəm, hansı azadi? Sən bir böyük zəncir vurdun bəşərin ələyana, o da ibarətdir. Bu ki, ləzzət harda olsa ged onu da asıcan. Sən məni iki əlli bağlı, əllərimi bağladın, verdin ləzzətin zəncirinə, burada nə azadlıq var? Cənab-ı Ağayı Epikor. Və deyir da, və hər hal, o azadlığı orada şükufa elədi. Əzəyirəm görün nə dedi? Dedi ki, əntə horrun kəma səmmətə ummuk hor. Vəqti ki, hor yıxıldı və dalab xoşhal olunur ki, tövbəsi də qəbul olub, şəxsiyyəti bazsazlıq olub. Çünki tövbə ibarətdir, o insanın şəxsiyyətinin imarəti, saxtamanı və kaxı ki, yıxıldı, xarab oldu, tövbə gələr bunu bazsazlıq elər, vəl onun ki, bina çərpici qalar. Bunu diqqət eləyin, ey insanlar. Allah'tan məyus olmayın, Allah'tan nomid olmayın. O yekşaqda hurrun, o günahı, vəqti doğrudan tövbə elədi, qeyddə Allah qapsına, İmam Hüseyin buyurdu, bəli, sən tövbən qəbuldur. Və insanda Allah bu qüdrəti qoyub ki, Allah beyləsin inşallah bizim rəvanşinaslarımız bunlarda fikir etsinlər. Bizim ulum insani mütəxəssislərimiz bu məsələdə fikir etsinlər. Hurr ibn Yazid Riyahinin saxtamanı qalmayıb içərdə, şəxsiyyət bekuli təbah olub. Bu yekşaqda kişinin qabağını tutub. Cəhdi bais oldu bu hadisə. Üz verdi tarixdə 72 nəfəri o uşaqları ilə, o arba uşaqları ilə o cür gətirəsən və hamıdan da budur, çətini budur ki, bir dana sözün olmaya deyəsən bu kişiyə. Bir dana dəlil tapmayəsən, bunu bu gətirib edib. Ba inhal, görün azadlıq nə mənədir ki, vəxti bu azadlıqdan bərxurdar oldu, azadlıqdan bəhrəbərdarlıq elədi, azadlıq məqamını yetişi, amma hansı azadlıq? Azadi ki, şəxsiyyət lap çıxıb, balatərin, lap ucaraq qullədə əyləşib. Onda insan azad olur. Və illa bu heyvaniyyət qəricilərinin içində insan zəncir altında ölür. Zənciri biraz işıqdır, həlqələri çox şəffafdır, deyib mən azadam. O zəncirin həlqələri çox şəffafdır, belə bir azaddır. Şəffaflığı ibarət buna ki, qərici istəyir. Dezab hüquq-i bəşər İslamidə ki, burada Tehranda təşkil oldu, burada neçə yerdə, maddələrdə əl-hurriyə demişlər, azadi, mən derim bu cəhət məsulə, əl-hurriyyətul məsulə. Bunu qeyd gərək vıraq ki, hurriyyəti azadi məsulanə. Və hər hal, bu usul sabitdən nə alır? Bu usuldir ki, da bunu ruzgar dəyişənməz. 1000 lirada aşura gələ geçə, gərəyan budur. İnsanları zəncirə vurmamaq. İnsan öz diriliyinin hər vaxtı həm hər bura az tarixi gəlir geçir. Bura ki, abiyarlıq olar. Onların sözlərinə baxın, bunların sözlərinə baxın. Təşkil verməyə asandır. Baxın, görün, o tərəf nə deyirdi? Bir dana məntiq gətirməyiblər. Hüseynin bir dana balacə səhabəsi ki, məsələn, neçə gündür fəqət İslam gətirib. Sözü deyəndə haqq söylənənir ağzından. Onlar ki, illər boyu özlərini müsəlman bürüdülər və özlərini bu dində deyirlər, ömrümüzü geçirmişik. Danışıqlarına baxın, bizə əmir belə deyib, əmir qələt eritdik. Bəlkə əmir anlamır, bəlkə əmir bölmür. Və ki, gördük bölmür. O, onun qətlə ammı idi, Mədinəni qətlə amm elədi. Necə əmir deyib, məntiq deyil, sən gərək bunu bu qədər anlayasan ki, bu ki, mən indi bura gəlmişəm, bu nə mənədir? Öyün dedim ki, Abisi Nəbi Şərifi Şakiri, vəqti ki, Zirehin vəsiləyə cəngin çıxartdı, lüt getdi meydana, ya ki, bir köynə ilə dedilər, ya Abisi Əcənən dəli olmuşsan, dedi, bəli. Bəli, dəli olmuşsan, fərmayışız var. Bu əqli ki, siz deyirsiniz ki, gətirib siz qoyub, bu kişinin qabağında saxlayıb, mən divanə.
حب الحسین اجننی، محبت حسین من دیوانی هم. بله لذا bir de bir muhim nükte ki, dastan-ı Neynəvada gərək dərslərdə deyilə, insanlar zad eləyələ, o budur ki, bəşər sabiti var və mütəğayyiri var. Pərverdigara Xudavənd bizləri müvəffəq elə İmam Hüseynin dastanından bir neçə dənə dərs oxuyaq. Və səlamun aleyküm və rəhmətullah və bərəkatuh.